Suraxanı rayonunda növbəti dəfə narkomaniyaya qarşı mübarizə və erkən nikaha qarşı mübarizə mövzularında maarifləndirici tədbirlər 270 və 327 nömrəli tam orta məktəblərdə keçirilib. Tədbirlərdə Suraxanı rayon polis idarəsinin xidmət üzrə rəis müavini polis kapitanı Elman Kərimov, Suraxanı rayon icra hakimiyyətinin nümayəndəsi Novruz Əhmədzadə, 30-cu polis şöbəsinin rəis müavini polis polkovnik leytenantı Cəmil Məmmədov, Suraxanı rayon polis idarəsinin yol patrul xidmətinin rəisi polis polkovnik leytenantı Əfqan Ağayev, məktəb direktorları, şagird və müəllimlər iştirak ediblər. Çıxışlarda narkotiklərin real təhlükələri və ondan istifadənin fəsadları, yayılma səbəbləri və bu bəladan qurtulma yolları, eləcə də fərdin psixi, mənəvi və bioloji cəhətdən inkişafına təsir edən erkən nikahların fəsadları ilə bağlı ətraflı məlumat verilib. Tədbir iştirakçılarının sual və təklifləri dinlənilib. Yeniyetmə və gənclərə asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələri tövsiyə olunub.